Hər kəsə salam, YouTube kanalıma və növbəti vloquma xoş gəlmisiniz qızlar. Bugün sizinlə qısa bir vloq paylaşacağım. Nə evdəyəm, nə işdəyəm qızlar. Bu vloqda bütün günü çöldəyəm, bütün günü gəzməkdəyəm. Bir dəfə də dedim, belə bir vloq olsun, eyb yoxdur. Deməli qızlar, VUF 13 ilə əlaqədar olaraq keçən vloqda da demişdim ki, həftənin 1-ci, 2-ci günü işləyəcəm. 3, 4, 5-ci günləri isə inşallah evdə olacağam. 3-cü gün Mehrinin rus dilindən şifahi nitq imtahanı idi. Bilirsiniz ki, rus bölməsinə gedən uşaqlar imtahan verib keçməlidirlər 1-ci sinifə qəbul üçün. Biz də artıq üzüb quyruğuna gəldik, çatdıq. Ayın 20-si Mehrinin imtahan günü idi. Səhər saatlarındaydı, saat 10'daydı Mehrinin imtahanı. Qara Qarayev metrosu yaxınlığında 32 nömrəli məktəbə düşmüşdü. Daha doğrusu özüm oranı seçmişdim, tanıyırdım deyə özüm oranı seçmişdim ki, getmək rahat olsun. Gəldik, imtahanımızı verdik, tez gəlmişdik. Elə oldu ki, bizdən qabaqda da 1-2 uşaq olmadı. Biz növbədə tez keçdik və demişlər ki, bir uşağa 20 dəqiqə vaxt ayrılır. Amma çox tez çıxdıq, çox tez çıxdıq. 8-9 dəqiqə artıq çöldəydik. Girməyimizlə belə deyim, çıxmamız bir oldu. Mehrin biraz yad adamlarla danışmağa çəkinən uşaqdır. Mən qorxdum ki, cavab verməyəcək. Çünki bəzi sınaqlara da aparmışdım. Yəni yaxşı cavab verə bilməmişdi. Hətta ağladığı vaxtlar da olmuşdu. Burada da imtahanda bir ara tutuldu. Danışmaq istəmədi. Amma sonra yəni komissiyada olanlar o qədər yaxşı adamlar idilər ki, yəni uşağı rahatlatdılar da. Mən də həyəcan keçirdim, çox həyəcanlandım və uşaq qaldı kənarda. Bu səfər keçdilər məni belə rahatlamağa ki, yəni yaxşıdır da, hər şey, narahat olmayın. Sonradan sonra Mehrin özünü toparladı, verilən sualların hamısına cavab verdi. Rənglər barədə soruşdular, tərəvəzlər barədə soruşdular. Mən supun üstündə çox dayanmışdım. Supun üstündə niyə dayanmışdım? Çünki bundan öncəki imtahanlarda uşaqlara o barədə suallar vermişdilər. Hətta bir uşağa irad belə bildirmişlər. Keçən ilki imtahanlarda olub ki, bəs sən niyə kökün adını çəkmədin? Supa kök də vururlar. Sanki 5 yaşında uşaq evdə yemək bişirir, bilməlidir ki, supa nə vurulacaq. Yəni o sual elə bil mənim beynimə oturmuşdu. Sup məsələsini Mehrindən çox işləmişdi. Gəldi elə sup mövzusu da düşdü. Özdə bu il biraz fərqli eləyiblər. Oxu da var idi, yazı da var idi, şəkil üzrə danışmaq da var idi. Yəni hər bir uşaq sərbəst şəkildə adını yazmalı idi. Yəni oxudu, hərfləri göstərdilər, 6 dənə hərf. Hamısının adını dedi. Daha sonra həmin hərflərlə başlayan sözlər soruşdular və Mehrin də şükür Allaha hamısına cavab verdi. Bayraq barədə soruşdular. Yəni yüngül suallar oldu. İnansız çıxandan sonra deyirəm ki, bu əsəb, bu sinir, bu stres vur tut 7-8 sualdan ötəri idi də, yəni başqa bir şeydən ötəri deyil idi. Uğur bizdə bu imtahanı onlayn formada vermişdi, pandemiya ilə əlaqədar olaraq. Özdə sinifdə ilk imtahan verən Uğur olmuşdu. İndiyə nə qədər yadımdadır, mayın 4-ü və çox da müvəffəqiyyətlərlə keçmişdi. Çox bəyənmişlər, hədsiz bəyənmişlər Uğurun cavablarını. Ona da hardasa belə 6-7 sual verilmişdi. Elə Mehrinə də təxmini o qədər sual verildi. Nəysə ki, imtahandan yaxşı keçdik. Mehrin də həyəcanlı idi, mən də həyəcanlı idim. Amma şükür Allaha yaxşı keçdik. Gəldik Qarayevdə Sevinç Molda. Mehrin yemək yedi. Sonra 1-2 mağazaya baxdıq. Bəzi özünə istədiyi şeylər var idi. Onları aldırdı. Nə bilim, oyun yerində oynadı. Yəqin ki, gördünüz. Daha sonra parka düşdü, parkda da oynadı. Yəni günü demək olar ki, ancaq Mehrinə həsr elədim və düşünürəm ki, haqqı idi. Çünki uşaq çox əziyyət çəkmişdi. Qızlar, biz hazırlığa başladıq. Çox təəssüflər olsun ki, müəlliməmiz rəhmətə getdi. Hazırlıqdan geri qaldıq. Hətta mən Mehrini çıxardıb Azərbaycan sektoruna qoymaq istədim. Məktəb müəlliməsi qoymadı, icazə vermədi və hazırlıq müəlliməsi tapdım, göndərdim Mehrini. Demək olar ki, biz 5-6 aya hazırlaşıb bu imtahanı keçmişik. İnşallah ki, keçmişik. Yəni təsdiqi semestri gələndə də sizlə paylaşacağam. Daha sonra qızlar, uşaqları da götürdüm. Artıq Uğur da məktəbdən çıxmışdı. Həm də Uğur da həmin günü 4 fən üzrə böyük summativ qiymətləndirmə imtahanı vermişdi. Yəni həmin gün ayın 20-si 2 uşağımın ikisi də imtahandaydılar da. Dedim, eyb yoxdur, uşaqları da götürüm, gedim
bu forma. Görək orada nə var, nə yox. Əslində özüm tək getməli idim. Yəni idarədən, müəssisədən, yəni demişdilər ki, gedin. Özüm tək getməli idim, amma uşaqları da apardım. Yaxşı ki, aparmışam. İçəri keçəndə artıq əmin oldum ki, niyə bura hamı gəlir? Ona görə hamı gəlir ki, hər kəsi nəzərə alıblar qızlar. Deməli, uşaqlar üçün zonalar var, oyun zonaları, hətta ölkələrin stendləri var idi. Onlar belə ayrı-ayrılıqda uşaqları fikirləşmişdilər. Uşaqlara uyğun oyunlar falan, belə şeylər var idi. Yəni uşaqlar da sıxılmadan gəzə biləcəkləri bir məkandır da. Düzdür, bizimkilər biraz pis oldular. Sumka götürmək istəyirdilər, hansı ki, içində belə hədiyyələr falan var idi. Biz onu götürə bilmədik, amma inşallah ki, əldə eləyəcəyik. Çünki o zonada yaxın bir qohumumuz işləyir. Dedi ki, məndə var, verəcəm uşaqlara, narahat olma. Meksika bölməsində, stendində belə bir yer var idi. Düzdür, bu yələncəkdə oturmaq olmazdı. Üstünə xəbərdarlıq da qoymuşdular. Mən Mehdini qoymadım oturmağa. Daha sonra bura məsəl üçün Səudiyyə Ərəbistanının bölməsi idi. Elə bil şəhərlərin maketlərini gətirmişdilər. Daha sonra elə bil bəzi ölkələr hansısa bir tikinti şirkətlərinin tanıtımı ilə gəlmişdi. Yəni kimsə istəsə gedib oradan ev ala bilər də, belə deyək. Yəni gəziləcək, görüləcək bir yerdir. Çox böyükdür. Stadion tərəfdə fərqli şeylər var. Bu gəzdiyimiz hissə isə Urban Expo gedir. Belə bir yer idi. Burada sonra belə bizim xalçalarımız var idi. İnsanlar keçib üstündə oturub eləyə bilirdilər. Sonra belə bir maraqlı yer var idi. Elə bil şəhərlər dəyişirdi, formalar dəyişirdi, monitorlardı. Uşaqların qəşəng şəkillərini çəkdim, qəşəng videolarını çəkdim. Baxın, belə fərqli məkanlar olurdu. Bu da Bakının maketi idi. Uşaqlar hər yerə maraqla baxdılar. Bu balaca maketlər ümumiyyətlə belə maraqlarını çəkmişdi. Bu məsəl üçün Mərdəkan tərəflərdə olan bir yerdir. Yəqin ki, layihələşdirilir. Yəqin ki, yaxın zamanlarda tikiləcəkdir. Tam belə məlumat almadıq, amma ki, yəni almağa imkan da yox idi. Yəni uşaqlar sadəcə olaraq baxdılar, keçdilər. Belə maraqlı şeylər düzəltmişdilər. Onlar üçün oyunlar var idi. Sonra yemək yerləri var idi. Burada Qazaxıstanın bölgəsidir. Çox qəşəng düzəltmişdilər. Elə belə ev kimi bir şey idi, qabağı bağça idi. İçəridə nəm şirniyyatlar falan belə şeylər satırdılar. Təəssüflər olsun ki, mənim üstümdə nağdı pul yox idi, kart idi və kart keçmirdi. Yemək falan yerlərində keçirdi, amma belə keçmirdi. Stendlərdə keçmirdi. Bura isə Hindistan bölməsi idi. Uşaqları çox yaxşı qarşıladılar, bəciklərinə baxdılar, adlarını falan öyrəndilər. Yəni bu arada içəri keçən hər bir kəsin mütləq şəkildə bəciki olmalıdır. Ona görə də içəri keçəndə registrasiyadan, yəni qeydiyyatdan mütləq şəkildə keçmək lazımdır. Bəciksiz içəri heç kimi buraxmırlar və bəciki olan adam istəsə, yəni festival 10 gündə davam eləsə gedib baxa bilər. Festival dediyim, yəni forumu. Daha sonra ATV xəbərlərdən gəldilər. Məndən xahiş elədilər ki, müsahibə verək uşaqlarla bir yerdə. Dedim, mən utanıram, amma uşaqlardan götürə bilərsiniz. Uşaqlarla danışdılar. İnşallah ki, ayın 21-i axşam saat 9-un yarısı televiziyada göstərəcəklər. Belə çəkdilər. Mehrin danışmadı, Uğur danışdı. Soruşdular, bura kimlə gəlmisən, necə gəlmisən, xoşuna gəldi, maraqlı olan nə idi? Belə şeylər soruşdular. Bu da bizim üçün bir xatirə oldu. Baxın, belə bir məkandır. Yəni getmək imkanınız varsa, bəlkə də aranızda artıq gedənlər var. Kiminsə getmək imkanı varsa, gedib baxa bilər, uşaqlarla qəşəng gəzə bilər. Sonra belə bir maraqlı xalça var idi, çox qəşəng toxunmuşdu. İçəri də o qədər yəni yaxşı havalandırılmışdı ki, bəzən olur ki, belə qapalı yerlərdə insanın başı tez ağrıyır da. Amma havalandırma sistemi zadı o qədər mükəmməl idi ki, yəni çox rahat bir formada gəzdik. Bu hissə isə Azərbaycan pavilyonudur, Azərbaycan stendidir.
Təəssüflər olsun ki, biz gec vaxta getdik. Bura əslində səhər getsək daha yaxşı olardı. Registrasiyadan keçəndən sonra hədiyyələrimizi götürə bilərdik, amma götürə bilmədik. Gec getmişdik. Uşaqlar biraz ona görə pis oldular, dediyim kimi. Bu da içəri şəhərin maketidir. Yəni şəhər tərəfdir də, belə deyim. Mehrin də burada şikayət edir ki, balkonlar niyə qırılıb. İndi bilmirəm, bu formada gəlib, yoxsa baxanlar toxunub qırıblar, bilmirəm niyə, amma Mehrin onu problemə çevirdi. Bura Meksika hissəsidir. Belə bir bağ-bostan düzəltmişdilər. Burada uşaqlar üçün labirint düzəldiblər. Labirintin içində hərlənib fırlanıb çıxmağı öyrənməli idilər. Uşaqlar burada da biraz əyləndilər. Sonda isə gəldik, oturduq, yemək yedik qızlar. Domino's Pizza'da yemək yedik, pizza yedik. Yəni yemək yerləri də var. Qəşəng bütün restoranlar demək olar ki, fəaliyyət göstərir. Yeməyimizi yedik, içdik və çıxdıq. Artıq saat 6-da bağlanır deyə artıq boşaldırdılar. Yavaş-yavaş elan edirdilər ki, çıxın. Burada da çox qəşəng belə bir stend düzəldiblər. Azərbaycanın bir əsr boyunca inkişaf tarixi, Azərbaycan yox, Bakının. Məsəl üçün 30-40-cı illərdə Bakı necə görsənirdi, 40-50-də necə görsənirdi, ta ki 20-26-cı ilə qədər. Uşaqlar buranı da çox sevdilər, maraqla baxdılar. Tapmağa çalışırdılar qədim vaxtı ilə indiki vaxtını tapmağa çalışırdılar ki, bu haradır. Sonra xalça toxuma yerləri var idi. Çöldə belə bizim memarlıq üslubumuzda maketlər düzəldilmişdi. Yəni bunların içində hamısında şeylər keçir, konfranslar, panellər keçirilir. Sonra belə güllərdən qəşəng bir köşə düzəldilmişdi. Artıq bu çıxışa doğru yol idi. Biz gedəndə də Koroğlu metrosundan K1 avtobusu ilə getmişdik. Qaydanda da gəldik, yerüstü keçidlə keçib elə K1 ilə də qayıtdıq.